Salamlar, saygılar, əziz dostlar. Bu cələsə Həkim Qız mahnısının amuzişinə başlayıram. Bu mahnı Zabul Segahı dəstgahındadır. Kökümüz bu mahnıda mi köküdür. Tiyunerdə alt simlərimizin kökü. Üst simlər, orta simlər. Mahnının amuzişinə oxumaq qismindən başlayırıq. Bu cələsənin çalğısını çalım, sonra keçək amuzişə. Bu çalğısı idi. Keçək indi amuzişinə. 3 mizanı əvvəl bu halətdədir çalğısı. Sukutla başlayır. Mizanlarımız 3-4'lükdə ahəngimiz, ritmi S, orta simə vura bilirik. İdamədə birinci barmağına midə rast, bilafasilə yenərək fada rastı mizrab, mizrabdan sonra bir dənə işarə ya suslama vururuq sol bemol pərdəsinə. İdamədə üçüncü barmağı qoyuruq, bir dənə rastı mizrab, bir dənə termol. Bunu 2 dəfə təkrar edirik, yəni sol, sol, 2 dəfə çalınır. Bir mizrab, bir termol. Bu bir dəfə də təkrar. Bu halətdə oldu. Bu 3 mizanı aram ritminə çalsam bu cür oldu. Solfeji olur. Es, mi, fa, sol, 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 sol. Gedək o birisi mizana, yəni 4-cü mizana. Bu halətdə çalğısıdır. Altı mizrabdır. Əvvəl mizrabımızı 3-cü barmağına nəgər tutsaq, solda rastıdır. 4-cü barmağına la bemolda çəp vururuq. 3 ilə dubarə solda rast. 1 ilə fada 2 dənə rastı vururuq. Qalxırıq midə çəp mizrab. Aram ritmi bu cür olur. Sol, la, sol, fa, fa, mi. Bu halətdə olur. Bir səri. Sol, la, sol, fa, fa, mi. Əgər bu 4-cü barmağla işləyə bilməsək, bu mizanı 1 ilə də başlaya bilirik. Yəni, əvvəl solda 1-ci barmağla rastı vuraq, 2-ci barmağla la bemol çəp, 1 ilə solda rast, qalxaq 1 ilə fada 2 dənə rast, midə bir dənə çəp. Bəs bu hərəkətlə çalsaq aramı bu cür olar. Yenə həman notlardır. Sol, la, sol, fa, fa, mi. Bu halətdə oldu ki, səri haləti də bu cür olur. Eləyə bilirik o falarda işarə də sol pərdəsinə vuraq.
2 mizanı bədiyə gedə